Oo, Əlirza bəy. Hoş gəlmisiniz. Buyurun, buyurun. Necəsiz? Necə gedir işlər? Çapçıq var. Biz araşdırdıq sizi, müəllim. Gördük ki, siz yəni işin adamısınız da, yəni çox yaxşı işləyirsiniz, namuslu, qırıqlı. Dedik ki, sizin maaşınızı 500-dən 3500-ə çıxardıq. Aradakı o 500-də mən sizə belə qardaş payı da, yəni bizim əlimizə külli miqdarda pul keçəcək yaxınlarda. Ona görə də təklifimi qəbul etməyinizi xahiş edirəm. Hayır, mən səndən heç bir para istəmirəm. Heç bir parada, pulda gözüm yox mənim. Mənim ən sərvətli şeyim adımdır. Mənə də, uşaqlarıma da qalan ad olacaq. Mən 3500 manat istəmirəm. Nətəryanı istəmirəm. Mən də digər işçi yoldaşlarım kimi minimum əmək haqqı almaq istəyirəm. Acından ölmək istəyirəm. Acından belə ağzımdan it iyi gəlsin istəyirəm. Nə deyirəm? Bəs demirdinmi evdəki yarpaqlar acdır, güclü, ət yemirlər, özləri bilər, onsa tökülüb gedirlər, vecmə deyil. 3500 manat pul verirəm, qardaş gedib ət alarsan 500 manatına yeyirsiniz bir ay. İstəmirəm, acından qırılsınlar. Ətmət boş şeydir. Valla bu dəqiqə it peşmanıyam da, yəni. Biz namusumuzla, şərəfimizlə yaşayırıq, ey, ay kişi. Sənin kimi oradan buradan pul daşımırıq. Bilmirəm sən hardan qazanırsan, nətər qazanırsan. Dur bas bayrağı, dur, axsaqqal nədə, dur ayağa.